Elə gəlir ki, burada əsas faktor, bax elə 28 fevralın seçilməsi də təsadüfi deyildi. Çünki Trumpın İrana verdiyi ultimatumun müddəti 1 martda başa çatırdı. 10 günlük ultimatumun və 28 fevralda heç ultimatum başa çatmamış müharibəyə başladılar. Koordinasiya olunmuş bir müharibə idi birgə. Və o nöqteyi nəzərdən 28 fevral ona görə başlandı ki, dövləti idarə edən əsas şəxslər həmin vaxtda səhər toplantısı başqa bir məsələdə xatırlatmaq istəyirəm. Burada biz müzakirə edəndə ekspertlərimiz yəni dedilər ki, 2 həftə deyir, amma uzadacaq. Uzatmadı. Yox, burada bilirsiniz məsələ nədir? Bax, fevralın 26-sı, 27-si Cenevrədə danışıqlar gedir. Bəli. Danışıqlar bitəndən 12 saat keçməmiş müharibə başlandı. Niyə? Bu danışıqların gedişatında İran nüvə proqramından imtina edirsən, etmirəm. Söylədilər ki, uranın zənginləşdirilməsini rəsmi mənbə, rəsmi məlumat belə edir ki, İran uranı 60% zənginləşdirib. Tələb bu idi ki, mülki səviyyə, yəni 3,67%-ə endirirsən, endirmirəm. Bundan savayı siz özünüzün deməli raket proqramınızdan imtina edirsiniz, o da imtina etməyə möhtəliyini götürdü və proksi qüvvələrə dəstək məsələsində də İranın fərqli mövqeyi var idi. Yəni, heç bir məsələdə uzlaşma yox idi. Birləşmiş Ştatlar bunu gözəl bilirdi, onun üstə belə olacaq və burada diplomatik danışıqlar həm də bilirsiniz, bu bir siyasətdir, bu bir, necə deyərlər, qarşı tərəfi arxayın salma bir elementi də var burada. Danışıqlar gedir və danışıqlar gedirsə, bitməyibsə və hətta bir sıra ABŞ nəşrlər yazdı ki, müəyyən irəliləyiş var. Hətta Oman bildirdi ki, müəyyən irəliləyiş var. Mənə elə gəlir ki, bax, müharibə başlayandan sonra Səudiyyə Ərəbistanını İran vurur. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Bəhreyndə 5-ci donanmanın əsas bir obyektləri onları vurur. Amma Omana zərbə endirilmirdi, çünki Oman vasitəsi idi. İndi məlum olur ki, Omanın vasitəsili ilə aparılan danışıqlar sadəcə vaxtı uzatmaq üçün imiş və arxayınçılıq sindromunu İranda yaratmaq üçün imiş. Yəni, Oman dolayısıyla Amerikanın xeyrinə fəaliyyət göstərib, bir düşüncəsi hasil olur və bu baxımdan Oman da hədəf seçilib. Onda vaxtında ağıllı olaydı və Türkiyənin vasitəçiliyini qəbul edəyəydi. Siz nə bilirsiniz ki, Türkiyə öz imtina etməyib? Onunla razıyam. Razıyam. Yəni, bu məsələyə görə aydındır. Siz nə bilirsiniz ki, Türkiyə bilmirdi ki, öncədən bilmirdi ki, bu məsələlərdə sonu olmayan bir danışıqlar. Bu danışıqlar nə üçün aparır, nə adı aparır. Haqlısınız. İstəmədi ki, bu danışıqlarda adı geçsin. Bəli. Keçən dəfə çünki öz imzasına və adına hörmət edir. Keçən dəfə mən bizim müzakirədə söylədim ki, müharibə mütləq baş verə biləcəyi. Bunu mən təsadüfən söyləmirdim. 2003-cü ildə Birləşmiş Ştatlar İraqa, Səddam Hüseyn rejiminə qarşı müharibəyə hazırlaşarkən Fars körfəzi regionu və indiki qədər hərbi qüvvə gətirmişdi. Və indiki qədər. Hətta sanki 2003-cü ildən indiki zamanı bir proyeksiya edilir. Və o zamanki rəqəm idi ki, Birləşmiş Ştatlar bu qədər qüvvənin gətirilməsinə 100-150 milyard dollar vəsait xərcləyib. Hətta onda suallar verdilər, ritorik. Yaxşı, tutaq ki, o zaman George Bush başlamadı Səddama qarşı müharibəni. Onda sual verirəm, bu büdcədən 100-150 milyard dollar kim yerinə qoyacaq? Bu o zaman deyildi ki, müharibə labiddə olacaq. İndi eyni məntiqlə, mən baxıram ki, Fars körfəzi regionuna Abraham Lincoln aviadaşıyıcısı gəlib, yüzlərlə təyyarə, Ford aviadaşıyıcısı gəlib, 33 gəmi gəlib, yüzlərlə qırız təyyarələr gəlib, F-15 gəlib, F-16 gəlib, F-22 gəlib, F-35 hətta gəlib və bütün bunların da təxminən o qədər vəsait xərclənib də. Müharibə labidi idi. Hesab edirəm bunu Türkiyədə gözəl bilirdi, region dövlətləri də bilirdi. Yeri gəlmişkən bu dəfə müharibə başlamamışdan bir qədər öncə Trump konqresi bu haqda məlumatlandırıb. Məlumat verib konqresə ki, biz müharibəyə başlayırıq. Müharibəyə başlamamışdan bir qədər öncə Fars körfəzinin Ərəb dövlətləri liqası var. 1981-ci ildə yaranmış təşkilatda 6 dövlətin 6-sında məlumatlandırıb ki, biz müharibəyə başlayırıq.